8-ci tura bu qarşılaşmayla yekun vurulacaq və heyətlər də artıq ekrana gəlir. Zirə komandasının heyətini görürük. Və indi bir dəqiqəlik. Beləliklə işarə verildi və Zirə Şamaxı oyunu başlayır. Zirənin heyətində cari mövsümdə ən yaxşılardan sayılır Salif Usuma, hətta əla oynadığına görə elə. Bu arada Zirənin hücumu, ilk hücum Zirə tərəfdən, hətta zərbə də vuruldu. Bu zərbə ilə. Bir daha baxırıq. Keçid əslində gözlənməz alındı burada. Papunaşvilinin verimi və bu cür keçməyini aydın şəkildə görmək olmur. Hər halda indi oyun davam etdirilir, ötürmə də edildi. Başla zərbə Ruan Renato'dan. Dəqiq deyil. Ruan Renato hər kəsi qabaqladı. Heç mane olan da yox idi əslində. Demək olar ki, mane olan yox idi Ruan Renato. Yarlığını da etdi. Mikels, Məqsəd və indi burada Akka çətin vəziyyətdə qapıcının çıxmağını gözləyirdi. Orada uzaqdan zərbə, top Gomisə deyir. Daha bir zərbə, Şamaxı klubu. Komanda yoldaşını sığortalaya bildi. Komandasına müdafiədə kömək etdi Məqsəd İsayev. Salif Usuma topladı. Abbasov önündə idi. Papunaşvili. İsmail İbrahimli uzaq məsafədən zərbə. Ricardo Fernandes. Udzik. Mərkəzlə oynayır. Papunaşvilidən irəli ötürmə. Yaxşı fikirləşmişdi Ricardo Fernandes. Fərqlənə bilmişdi. Hətta həmin o qolu müəllifi müdafiəçi Ruan Renato olmuşdu. İlk hissə artırılan ikinci dəqiqədə fərqlənmişdi. Bax, indi də biz ilk hissə artırılan dəqiqələrdə Zirənin fəallaşdığını görürük. Salif Usuma, daha bir zərbə. Ricardo Fernandes. Bu komandalar arasında keçən oyunda Ruan Renato ilk hissə artırılan ikinci dəqiqədə fərqlənə bilmişdi. Bax, burada da bu hücum zamanı Zirə komandası bu qarşılaşmada hesaba açmağa yaxın idi. Əvvəlcə Salif Usuma zərbə vurdu. Ricardo Fernandes topu qaytardı. Daha sonra Volkov özünü yetirdi və burada da məsafəni qısaldan. Qarşıdakı dəqiqələrdə biz Murad Vəliyevi meydanda görəcəyik. Zirə hücumdadır. Udzik, Rafael Udzik topu da bir anlıq itirdi. Məqsəd İsayev hücum davam edir. Məqsəd topu ötürür. Başla zərbə. Daha bir zərbə. Ricardo amma Udzik. Yox. Zərbəni vuran Volkov idi. 1-0 Zirə öndədir. Düzdür, burada indi təkrara baxmaq lazımdır. Ola bilsin elə ilk zərbə zamanı top qapı xəttini keçmişdi. Bir daha baxaq. Məqsəd topu ötürür. Salif Usuma, Udzik idi yoxsa Volkov idi. Bax, burada biraz qarşılıqlıq yarandı. İkisi də topa tərəf getdi və Udzik orada artıq mərkəzə tərəf gedirdi. Yəni, qolun olduğunu göstərirdi. Topun qapı xəttini keçdiyini göstərirdi. Baxaq. Məncə burada artıq top qapı xəttini keçmişdi, amma hər bir halda yəni bunun çox da ciddi önəmi yoxdur. Zirə komandası onsuz da hər bir halda bu görüşdə, bax bu hücum sonunda hesaba açır. Udzik idi məncə. İkinci zərbəni vuran Volkov olsa da bu rakursdan baxaq. Udzik idi məncə. İlk zərbəni Rafael Udzik vurdu və elə həmin zərbə zamanı top sanki qapı xəttini keçmişdi. Başla zərbə. Ruan Renato. Bugün də Şamaxının qapısına yol tapır. 2-0. Ruan Renato. Üçüncü dövrədə bu klubların qarşı durmasında Şamaxının qapısına yol tapmışdı. Bugün də qol vurdu, özü də çox baxımlı qol alındı. Demişdi, hava toplarında mükəmməl oynayır Ruan Renato. Rəqib yoxdur Ruan Renato'ya və burada topu elə yerə vurdu ki,
5 dənə burada Ricardo Fernandes olsa belki de topu çıxara bilməzdi. Yüksəlməyə baxın, başla zərbəyə baxın, göndərdiyi nöqtəyə baxın. Əla zərbə alındı Juan Renato'dan. Daha bir kapitanlı sarısı bu dəfə yenə də dəyişdirildi Şamaxı klubunda. Bu arada Zirənin növbəti hücumu, Zirə 3-cü qola doğru gedir. Aşırma zərbə indirildi. Bu cür fürsət boşa verildi. Salif Usuma. Bu ötürmə top keçdi burada. Halbuki Gomis. İsmet Aliyev. Ötürmə edilir. Başla zərbə. Zirə 3-cü qola yaxınlaşdı. Fərqi azaltmaq niyyətindədir. Vüsal Məhsimovdan uzun ötürmə edildi. İndi fürsət yaranır. Zərbə də indirildi. Bakic. Zirənin növbəti hücumu. Qapı önünə ötürmə edilir. Başla zərbə və 3-cü qolla vuruldu. Salif Usuma. O da istəyinə nail olur. Eyni ilə Rafael Utsik kimi Salif Usuma da bu görüşdə fərqlənə bilir. Salif Usuma cari mövsümdə vurduğu qolların sayını 9'a çatdırır. Şamaxıya qarşı 3-cü dövrədəki oyunda da qol vurmuşdu Salif Usuma. Və bugün də, bu görüşdə də Salif Usuma fərqlənməyi bacarır. David Volkov məhsullar ötürmə müəllifi oldu. Salif Usuma oyunda son nöqtəni qoydu. Və bu da artıq son. Bu da son deməkdir. 28-ci turun sonuncu maçında Zirə İdman Kompleksi stadionunda keçirilən bu oyunda Zirə klubu Şamaxı üzərində 3-0 hesablı qələbə qazanır.